Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ağır itki üz verib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Onun atası Əmir Hüseyn Kərimovun vəfat etdiyi bildirilir. Xəbər verdiyimiz kimi Cəlilabad rayonunda məktəblilər arasında mübahisəyə valideynlər də qarışıb, nəticədə onlardan biri ağır xəsarətlər alıb. Qafqaz İnfonun əldə etdiyi məlumata görə hadisə bıçaqlanmanı törətməkdə şübhəli bilinən Nicat Cəbiyevin evinin qarşısında qeydə alınıb. Belə ki, dünən məktəbdə Nicat Cəbiyevin 9-cu sinifdə oxuyan övladı ilə həmkəndlisi İlqar Quliyevin 5-ci sinif şagirdi olan övladı arasında münaqişə baş verib. Bundan sonra 5-ci sinifdə oxuyan məktəbli evə gedərək ondan 4 yaş böyük şagirdin onu döydüyünü bildirib. Buna əsəbləşən İlqar Quliyev həmin yeniyetmənin yaşadığı evə gedib və mübahisə yaranıb. Mübahisənin münaqişəyə keçməsi ilə 9-cu sinif şagirdinin atası Nicat Cəbiyev bıçaq götürərək İlqara hücum edib. O, bıçaqla həmkəndisinə çoxsaylı zərbələr endirib. Yaralı dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə onun vəziyyəti ağır qiymətləndirilir. Əməlli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır. Göygöldə qəza olub. Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə Vaz və Chevrolet markalı avtomobillərin toqquşması nəticəsində Vazda olan Nadel kənd sakinləri 1993-cü il təvəllüdlü Orxan Həsənli və onun qardaşı Tərxan Həsənli, eləcə də Chevroletin sürücüsü 1991-ci il təvəllüdlü Əliyar Əmirzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardım göstərilib. Müalicələri davam edir. Faktla bağlı araşdırma başlanılıb. İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanlı gənc vəfat edib. Bir neçə ildir həmin ölkədə yaşayan Səbuhi Qasımov dünyasını dəyişib. Dostları onun bir neçə ayda ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən vəfat etdiyini bildiriblər. Qeyd edək ki, Səbuhi Qasımov Polşa və İspaniyada bir sıra beynəlxalq maliyyə təşkilatlarında çalışıb. Onun 2 yaşlı qızı yadigar qalıb.